xüsusi vergi, rüsum və aksizlərin artırılması ilə əlaqəsi yoxdur. Yəni hal-hazırda 2025-ci ildə yeni siqaret satışında və ya da istehsalında əlavə öhdəliklər müəyyənləşməyib, icbari öhdəliklər artırılmayıb. Hər şey əvvəl kimi 2024-cü il üçündür, amma ölkədə bir inflyasiya müşahidə olunur. Həm ötən ilin ikinci yarısından enerji daşıyıcılarının qiymətinin artması, bu ilin yanvarından etibarən kommunal xidmətlərin, işığın, qazın qiymətinin artırması və minimal əmək haqqının artması və ümumi tütün istehsalçılarının da xərcini artırıb və onlar ardıcıl olaraq tədricən qiymət artımını qəfildən hiss etdirməmək üçün öz mənfəət marjalarını təmin etmək məqsədi ilə tədricən qiymət artımına gedirlər. Yəni bu siqaret istehsalçılarının əməliyyat xərclərinin artması səbəbindən baş verir və siqaret istehsalçıları, siqaret satanları da özlərinin gözlədikləri mənfəət marjasını qorumaq üçün tədricən qiymətləri alıcıların gözünə çox görsənməmək ilə yavaş-yavaş artırırlar.